Salam müəllimlər. 13-cü mövzumuz isə fenin quruluşu və iş prinsipidir. Fen 19-cu əsrin axırlarında icad edilmişdir. Deməli, fen nə zaman icad edilmişdir? Fen 19-cu əsrin axırlarında icad edilmişdir. Hazırda çoxlu sayda elektrik quruducusu cihazları mövcuddur. Onların hər biri öz formasına və daxili quruluşları vardır. Əsasən deyir, iki növ elektrik quruducu cihazı var. Bu hansıdır? Saç düzümü və qurudulması üçün məişət fenləri və tikinti işlərində istifadə edilən inşaat fenləri. Demək, neçə cür qızdırıcı cihaz oldu? Deyirik, iki növ elektrik quruducu cihazı var. Saç düzümü və onların qurudulması üçün məişət fenləri, digər isə tikinti işlərində istifadə edilən inşaat fenləri. Deməli, A məişət feni, B isə inşaat fenidir. Hər bir evdə istifadə edilən elektrik feninin quruluşu və iş prinsipinə nəzər yetirək. Məişət feni yaş və nəm saçları qurutmaq üçün nəzərdə tutulmuş bir elektrik cihazıdır. Məişət feni yaş və nəm saçları qurutmaq üçün nəzərdə tutulan bir elektrik cihazıdır. Ümumiyyətlə, hazırda çoxsaylı fen modelləri mövcuddur. Müxtəlif xarici görünüşünə, demək olar ki, modellərinə görə bir-birindən çox az fərqlənən daxili quruluşa malik. Yəni, onlar, belə deyək, modelləri fərqlənsə də bir-birindən az qədər fərqlənir. Yəni, daxili quruluşları demək olar ki, eynidir. Sonra burada fenin tərkib hissələrini göstərir. Fenə hansı hissələr daxildir? Fen 10 hissədən ibarətdir. Deməli, fen neçə hissədən ibarətdir? 10 hissədən ibarətdir. Hansı ki, qoruyucu tor, miq sual olub bu sual. Qoruyucu tor hissələrini əzbər bilin müəllimlər. Hər birinin hissələrini əzbər bilin. Sonra, qoruyucu tor lövhə, daha doğrusu, bir qoruyucu tor lövhə, yəni arxasında hansı ki, onu içərisinə tozun, tüklərin və s. girməsinə mane olmaq üçün bir lövhəsi var. Həmin o qoruyucu tor lövhədir. 2 ventilyator, elektrik mühərriki, qızdırıcı element, istiyə davamlı tutqacı, sonra istilik qoruyucusunun açarı, ona termostat da deyilir. Ola bilər ki, sadəcə termostat verilsin. Elektrik açarı, kontakt qəlib, sıxıcı lövhə və elektrik şnuru üçün borucuq. Burada bir dənə termostatı yadda saxlayırıq ki, istilik qoruyucusunun açarı termostat da adlanır. Məişət feninin iş prinsipi nədən ibarətdir? Deyir ki, şəkildə gördüyünüz kimi, fen deyir, xırda boru kəsiyinə bənzəyir. Fen nəyə bənzəyir? Testlərə düşür. Fen xırda boru kəsiyinə bənzəyir. Elektrik qızdırıcısı elementi və ventilyator bu boru kəsiyin daxilində yerləşir. Deməli, elektrik qızdırıcı, yəni qızdırıcı elementi, fenin qızdırıcı elementi, ventilyator bu boru kəsiyinin daxilində yerləşir. Rahatlıq üçün fenin gövdəsinin üzərində elektrik düyməsi olan tapança şəkilli dəstəklə təchiz edilmişdir. Deməli, fen, yəni fen hər birimizin belə deyək, gördüyümüz, özümüzün də istifadə etdiyimiz bir məişət əşyasıdır. Yəni, rahatdır onu, belə deyim, öyrənmək. Nə deyir? Deyir ki, onun fenin gövdəsi üzərində elektrik düyməsi olan, hansı ki, elektrik düyməsi var, tapança şəkilli dəstəklə təchiz edilmişdir. Üzərində elektrik düyməsi olan, hansı ki, biz onu yandırırıq, söndürürük, xodunu alırıq, yəni orta temperatura qoyuruq, biraz daha yüksək temperatura qoyuruq. Bunlar harada yerləşir? Dəstəyin üzərində. İçərisində yaranan hava elektrik qızdırıcısının əhatə dairəsindən keçir, yəni qızdırıcının əhatə dairəsindən keçir və qızır. Daha sonra isə fenin digər ucundan üfürülür. Bir daha deyirəm, içərisində yaranan hava elektrik qızdırıcısının əhatə dairəsindən keçir və qızır. Fenin digər ucundan isə üfürülür. Fendən üfürülən havanın qızdırılma mexanizmi şəkil deyir 3-də göstərilmişdir. Hansı ki, şəkil 3-də verilib. İndi bura gələndə baxarıq ona da. Fenin qızdırıcı elementində cəryanın enerjisi istiliyə çevrilir. Deməli, fenin qızdırıcı elementində cəryan enerjisi hansı enerjiyə çevrilir? İstilik enerjisinə çevrilir. Baxın, müəllimlər, həm çaydanın özündədir. Qızdırıcı elementdən istilik ayrılır. Həmin bu istilik, belə deyək, keçir suya.
Burada nə deyir? Deyirik istiliyə çevrilir. Elektrik şəbəkəsinə qızdırıcı elementə, qızdırıcı elementdə də suya keçir. Yəni burada nə olur? Artıq qızdırıcı elementdən enerji keçir. Qızdırıcı element həmin o enerjini cəryan enerjisinə çevirdi. Yəni qızdırıcı elementdən keçir, enerji olur cəryan enerjisi. Sonra fendə də, ütüdə də qızdırıcı elementdə olan enerji cəryan enerjisinə çevrilir. Yəni istiliyə çevrilir də belə deyək. Qızdırıcı element istilik verən səthin daha böyük olması məqsədi ilə spiral şəklində burularaq fenin daxilinə yerləşir. Baxın, deyir ki, qızdırıcı element istilik verən səthin daha böyük olması məqsədi ilə spiral şəklində burularaq qızdırıcı element, deməli bunun qızdırıcı elementi nədir? Spiraldır. Həmin bu spiral burularaq fenin daxilində yerləşir. Hansı ki, fenin daxilində yerləşir. Daha sonra burada deyirdi ki, hava axını, isti hava axını, soyuq hava axını bu qızdırıcı elementin ətrafından fırlanaraq, yəni bu mexanizmin ətrafından fırlanaraq keçir və fenin digər tərəfindən artıq üfürülür. Qızdırıcı elementin əhatəsindən keçir, hansı ki, hava soyuq, bir soyuq hava axını var. Düzdür, gəlir. Görürsünüz, burada yazıb ki, soyuq hava axını. Bu soyuq hava axını qızdırıcı elementin ətrafından keçərək, axı burada bir spiral var. Bu spiralın ətrafından keçərək artıq bu hava axını qızır və qızaraq sanki digər tərəfdə, yəni biz saçımıza tutub hansı ki qurutduğumuz, forma verdiyimiz hissədən çıxaraq isti hava axını olaraq bizə geri dönüş edir. Deməli, soyuq hava formasında fenə daxil olur. Qızdırıcı elementin ətrafından, baxın görürsünüz, yəni spiralın ətrafından bu hava axını keçir. Yəni qızdırıcı elementin ətrafından keçir. Əhatə dairəsində. Yəni burada artıq bir qızdırıcı element var. Qızdırıcı elementin əhatə dairəsindən keçir bu hava axını, soyuq hava axını. Artıq digər tərəfdən isti hava axını olaraq belə deyək, üfürülür. Sonra fenin əsas iş prinsipi, deməli, fenin əsas iş prinsipi isə yaş və nəm saçlardakı suyun buxarlanmasını tezləşdirməkdir. Fenin deyirik əsas iş prinsipi yaş və nəm saçlardakı suyun buxarlanmasını tezləşdirməkdir. Sonra fen saçlara buxarlanmanı tezləşdirən isti hava üfürür. Bu zaman saçların ətrafındakı hava qızır, yaranmış isti hava kütləsi saçlardakı nəmi asanlıqla sovurur və hava axını lazım olan şəkildə yönləndirmək üçün fenə müxtəlif ucluqlardan istifadə olunur. Deməli, deyir ki, fen saçda olan, yəni saçlarda buxarlanmanı tezləşdirən hava, isti hava axını üfürür. Bu zamanda saçların ətrafında hava qızır. Saçların ətrafında olan hava qızır. Yaranmış isti hava kütləsi, axı orada bir isti hava kütləsi yaranır. Saçlardakı nəmi, saçlarda olan yaşı, nəmi asanlıqla sovurur. Yəni fen başımıza belə deyək, bir isti hava üfürür. Bu zaman ətrafda, saçın ətrafında bir isti hava yaranır. Bu yaranan istilikdə hansı ki saçda nəm olan, saçda olan nəmi asanlıqla sovurur saçımızdan. Və deyir saça müxtəlif forma vermək üçün, onu müxtəlif formalara salmaq üçün hansı ki onlara müxtəlif taxmalardan istifadə edirik. Fenlərin taxmalarından istifadə edirik. Yəni ucluqlardan istifadə edirik. Gövdənin daxilində müxtəlif yad cisimlərin düşməsinin qarşısını almaq məqsədi ilə fenin girişi tor ilə örtülür. Yəni hansı ki bayaq sizə dedim arxa hissəsində, baxın bu hissəsində tor ilə örtülür ki, ora hər hansısa bir necə deyim, zədələnməsin. Yəni onun tərkibini, içərisini, qızdırıcı elementi zədələməmək üçün məsəl üçün tüklərdir, xırda tüklərdir, saçın özüdür. Bunlar ola bilər ki, başqa məsələn bu fen içərisində ventilyator var axı, bilirsiniz ki, ventilyator var. Məsələn saçı fenləyən zaman bir də görürsüz ki, o həmin o metal tor hissədən saçı tutur, içəri doğru dartır. Baxın, əgər o tor olmasa, saç asanlıqla onun belə deyək, içərisinə daxil olar və zaman keçdikcə artıq onu xarab edir, sıradan çıxarda bilər. Sonra
başqa qalıqlar da düşə bilər. Çünki onun içərisində bir ventilyator var. Sanki sovurur. Yəni çöldə olan tüklərdir, xırda tüklərdir, saçlardır. Geyimin bəzi hissələridir ki, baxırsınız ki, bəzən həmin hissəni içəri doğru sovura bilər. Bu da ondan ötürüdür ki, onun qarşısını alsın. Sonra saçların qurudulması üçün fen təxminən 60 dərəcə temperatura malik hava axını yaranır. Deməli, hansı dərəcədə olur? 60 dərəcədə temperatura malik hava axını yaranır. Qurudulan saçların yanmaması üçün fen normaldan artıq qızmaya qarşı müdafiə ilə təchiz olunmuşdur. Sonra burada təhlükəsizlik qaydası və fenə xidmət hissələri var. Baxın, bunlar dərsin əsası kimi bir şeydir. Yəni təhlükəsizlik qaydası kimi görməyin. İzolyasiyası pozulmasın deyə fenin şnuru elastik olmalıdır. Deməli, fenin şnuru necə olmalıdır? Elastik olmalıdır. Plastik yox ha. Elastik. Yəni onu belə deyək, saçda hərəkət etdirən zaman müxtəlif formalara veririk. Müxtəlif aşağı, yuxarı, yandan, soldan, hər tərəfdən saçımızı fenləyirik formaya salan zaman. Görürsüz, bu zaman onun şnuru əyilir, düzəlir, yenidən öz formasına qayıdır da. Demək, bu nədir? Bu artıq elastik bir formadadır. Elektrik cəryanı ilə zədələnmənin olmaması üçün saçları heç vaxt nəm otaqda, ilk növbədə, yəni nəm halda, nəm otaqda ilk növbədə yaş əllə qurutmaq olmaz. Həm saçlar nəm olsun, həm də ki əllər, yəni yaş formada saçlara toxunmaq olmaz. Yaş əllə, yəni saçlara toxunmaq olmaz. Feni başa çox yaxınlaşdırmaq olmaz. Bu zaman saçlar belə deyək, zədələnə bilər. Fen ilə baş arasındakı məsafə 15-20 sm-dən az olmamalıdır. Baxın, necə olmamalıdır? Olmalıdır, yox ha, az olmamalıdır ki, yəni bundan artıq az olsa, yəni başın dibini yandıra bilər. 15-20 drenajı deyirdi ya, torpaq dökülür drenajın üzərinə. 15-20, baxın. Onunla da yadda saxlaya bilərsiniz. Deməli, az olmamalıdır. Yəni, məsafə 15-20-dən bir qədər çox olmalıdır ki, baş dərisinə zərər verməsin. Saçların qurudulması, hamarlanması, burulması üçün müxtəlif növdə əməliyyatlar yerinə yetirmək üçün, yəni uyğun ucluqlardan istifadə olunur. Sonra isti hava axını başın hər bir hissəsinə uzun müddətdə istiqamətləndirmək olmaz. Hansı ki, yəni bir yerdə uzun müddət saxlamaq olmaz isti hava axınını. Feni eyni nöqtədə 2 saniyədən artıq saxlamaq olmaz. Feni eyni nöqtədə 2 saniyədən artıq saxlamırıq. Sonra burada artıq fendə nəzarətsiz yəni saxlamaq olmaz. Burada təhlükələrdən danışır. Deyir ki, müasir məişət fenləri xüsusi xidmət tələb etmir. Amma hər bir halda onları təmizləmək lazımdır. Filtri tutulmuş fen nə olur? Tez qızır və pis işləyir. Baxın, testlərə çox zaman düşür. Filtri tutulmuş fen tez qızır və pis işləyir. Hər gün istifadə edilən fenin filtri ən az 3 aydan bir təmizlənməlidir. Hər gün istifadə olunan fenin filtri ən az 3 aydan bir təmizlənməlidir. Çünki havada olan toz zərrəcikləri giriş deşiyindən və spiralların arasında yerləşən filtrə çökür. Əgər filtr çox çirklənərsə, onda hava keçmək qabiliyyəti azalır. Yəni filtrin hava keçirmə qabiliyyəti azalır. Buna görə də mühərrik həddindən artıq qızır. Deməli, filtr zərərlənsə, belə deyək, filtr zədələnsə nə olar? Bu zaman artıq onun içərisində olan o artıq həddən artıq mühərrik həddən artıq qızacaq. Filtrə həddən artıq qızacaq o filtr çirklənən zaman. Əgər fenlə işləyərkən yanmış saç iyi gəlirsə, bu o deməkdir ki, yəni fen işləyərkən yanmış saç iyi gəlirsə, bu deməkdir ki, filtr təmizlənməlidir. Əgər feni işlədən zaman onun içərisinə yanmış bir saç qoxusu gəlirsə, bu zaman artıq filtrin təmizlənmək vaxtı deməkdir. Filtrdəki çirki təmizləmək üçün ilk növbədə feni şəbəkədən ayırmaq lazımdır. Bəzi fenlərdə filtr arxa torun altında yerləşir və onu təmizləmək asandır. Tor xırda tükləri və saçlar, yəni toz, xırda tüklər və saçlar
Yumşaq fırça ilə, deməli tozlu, xırda tüklər, saçlar yumşaq fırça ilə, diş fırçası da ola bilər və yaxud da ki, xüsusi ucluğu olan toz soranla təmizlənir. Deməli, deyirik filtrə düşən tozlu, xırda tüklər, saçlar nə ilə təmizlənir? Yumşaq fırça ilə, yəni diş fırçası da ola bilər, diş fırçası da ola bilər və yaxud da ki, xüsusi ucluğu olan toz soran vasitəsilə də təmizləyə bilərik. Amma ki, ilişib qalmış tullantılar maqqaşla götürülür. Hansı ki, filtrin arasında ilişib qalmış hissələr varsa, onlar isə maqqaşla götürülür. Fenin gövdəsini və hissələrini sadə nəm məski ilə təmizləmək olar. Bu dərsdə bu qədər müəllimlər.